Salam, baxırıq günün informatika suallarından 65-ci sual nümunəsinə. Deməli, belə bir siyahı verilib. Bu proqramın nəticəsi soruşulur. Görək burada if şərtində bizə necə bir sual verilir. Demək ki, yazılır A birinci elementin bir növ kök altısı. Yəni A birinci element bizdə necədir? 0, 1, 2, 3. 200-dür, düzdürmü? Gəlin hissə-hissə gedək. Baxın, bu şərtdə bizə verilən sual belədir ki, A birinci element kök altındadır. Yəni A birinci element bizdə 200-dür. 200-dən kök nə qədər çıxırsa, həmin o ədədi integer ilə bütövləşdir. Əgər bu ədəd kiçikdirsə, integer A ikinci elementin, A ikinci element bizə necədir? 300. 300 üstü 3-də 1-dən. Aha, bu nə deməkdir? Integer 200-dən kök təxminən neçə çıxacaq? 14 tam nə qədərsə, integerdə bunu tam tip 14 kimi götürəcək. Bu kiçikdir mi? 300 3-cü dərəcədən qüvvətli. 300-dən təxminən kök bizdə nə qədər çıxar? Təxmini 17 tam nə qədərsə, 17-dən də kök çıxacaq hardasa 3 tam nə qədərsə, 4 tam nə qədərsə. Bu da bizə verəcək 4-ü. 14 kiçikdirmi 4-dən? Buna deyirəm yox. Yox deyirəmsə else düşürəm. Else yazılıb A1 bərabərdir. A birinci element bərabərdir. Integer A3-ün kök altısı. A3 bizə necədir? 250. 250-dən kök neçə çıxacaq? Deməli, təxminən, 15 tam nə qədərsə. Demək ki, baxın, A3-cü element bizdə oldu 250. Üstü 0,5, yəni üstü 2-də 1 deməkdir. Bu da bizə kök altında 250-ni verir. Buradan da nəticə təxmini 15 tam nə qədərsə düşür. Demək ki, A1-ci element, o da integer olur axı. Ona görə 15 tam nə qədərsə, biz tam hissəsini, integerini 15-ini götürürük. Nəticə olacaq 15. İndi bizdən də A1-i soruşurdu. A1 olacaq 15. Nəticəmiz olacaq A variantı. Bu qədər.